Yaz dövrü yenilənmə, canlanma deməkdir. Bu fəsildə evinizin, bağınızın abu-havasını dəyişəcək 4 maraqlı bitki haqqında məlumat toplamışıq. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Rütubəti azaldan, stresi yox edən, estetik görüntüsü ilə göz oxşayan, lazımsız həşəratların qarşısını alan, yuxu keyfiyyətini artıran, uzun ömürlü və faydalı bitkilər hansılardır? Niyam salami hansı bitkiləri calaq etməyi bacarıb? Siz də evinizin abu-havasını, təmiz olmasını istəyirsinizsə, yaxşısı budura sonadək baxın. Hər fəsildə evinizin ruhunu əks etdirəcək bitkilərdən dekorasiya yaratmaq həyatınıza gözəllik və yenilik qatacaq. Fəsillər dəyişdikcə bitkilərinizi təzələyərək evinizin atmosferini daha canlı və cəlbedici edə bilərsiniz. Tamaşaçılarımızı çox intizarda saxlamasaq yaxşıdır. Bugünkü siyahıda lider spatifilium gülüdür. Qadın xoşbəxtliyi və ya süd çiçəyi adlandırılır. Müasir mənzillərdə mebellərdən, boyalardan və təmizlik vasitələrindən yayılan kimyəvi dumanlar zamanla baş ağrısı və tənəffüs probleminə yol açır. Spatifilium bu zərərli maddələrin təsirini minimuma endirərək mühiti daha sağlam edir. Bitkinin faydaları yalnız havanı təmizləməklə bitmir. Geniş yarpaqları sayəsində o, otağın rütubət balansını da tənzimləyir. Rüfən bəy, keçək onda onun əkilmə qaydası necədir, ondan bəhs edək. Bu günlərin biz bunu əkəcəyik, spatifiliumu. Bir də ən böyük yanlışlıq olur ki, misal üçün, bitkini düşünürlər ki, bir böyük qaba əkək, tez böyüyəcək, tez formalaşacaq, yanlış düşüncədir. Bitkilərin qabı tədricən dəyişilməlidir və eyni zamanda nədən istifadə eləməlisiniz, onu sizə göstərəcəyik. Deməli, gördüyünüz kimi ilk öncə biz əzəklərimizi taxdıq, biz əkin eləyəcəyik. Bitki əkmək üçün dipsəyə uyğun ölçü seçdik, bir balaca ondan böyük. Eyni zamanda yüngül maddədən istifadə edirik. Gördüyünüz bunun adı substraktdır. Burada 3 qatqı var. Pirilitdir, kakabitdir, bir də eyni zamanda torfdur. 3 qatqıya substrakt deyirlər. Bu bitkilərin kök sisteminin formalaşmasına böyük bir kömək olur. Dəlik olduğumuz anda da biz keramzitdən istifadə edirik. Keramzit drenaj sistemi yaratmaq üçündən istifadə olunur. Nəfəs alması üçün. Bəli. Həm də dəlik zonaları bağlanmasın. Bu qaydada biz tökürük müəyyən bir ölçüyə qədər və sonra isə əlavə substraktımızı tökəcəyik. Bu qaydada substraktımızı tökürük. Bu haqda danışım ki, ən faydalı bitkidir qadın xoşbəxtliyi. NASA alimləri də araşdırıb ki, ən yaşıl avradır və evdə olan kifləri, toksitləri zəhərləşdirir, bol oksigen verir. Hətta nəmişliyə, belə deyim, rütubət olan yerlərdə qoymağa tövsiyə olunur ki, orada kiflər, sporlar əmələ gəlməsin. Əkin vaxtı nəyə diqqət yetirməliyik? Elə götürdüyümüz kimi qapıdan çıxardıb digər qaba yerləşdirmək yanlışdır. Çalışın alt hissədə kök sistemlərini bu qaydada açın ki, çünki bu yeni qaba keçir, siz ona kömək edirsiniz ki, kök sistemi yeni qabda formalaşsın. Bəli, və bu qaydada yerləşdiririk tam mərkəzə, kənarlarını yenə də substraktla doldururuq və məsələ ondan ibarətdir ki, burada biz bir şeyi unutduq, innovasiya dövrüdür. Bütün sahəyə inkişaf elədiyim kimi bu sahədə yerdə qalmır. Bu bir gübrədir, xüsusi bir gübrədir. 9 ay bitkimizi qidalandıracaq. Həm əkin vaxtı istifadə edə bilərsiniz, həm əkindən sonra da istifadə eləmək olar. Su dəydikcə, hansı mikroelementi bitki istəyirsə, əldə eləyir. Bax, bu qaydada biz onu tökürük ki, buna əlavə gübrə vermək, mütəmadi gübrələndirməyə ehtiyac yoxdur. Bu gübrənin içində hər bir şey var. Dəmirindən tutmuş fosforuna kimi ki, bitkimizin həm kökü formalaşsın, həm qidalansın. Əkin vaxtı da verə bilərsiniz, torfun içinə qatıb substraktın. Eyni zamanda əkindən sonra da üzərinə əlavə eləmək olar. Bir növ vitamin verdik. Bəli, gübrə verdik. Bu sahə yerdə qalmır, maşallah, innovasiya dövrüdür da, belə deyək, o gübrələr də xüsusi gübrələrdir. Qaldı ki, bitkimizin ən çox böyük bir yanlışlıq olur ki, çox adamın evində qadın xoşbəxtliyi var, uclarında qurumalar müşahidə olunur. Və bir də gül açmayan növlərini də görmüşəm mən ki, gül açmır, var ağ gül, amma yoxdur, özü bu yoxdur, ağ gül tapılmır. Tamam, doğrudur. Məsələ ondan ibarətdir ki, adətən bitkilərin ucları qurumaq nədən əlaqədardır? Rütubət çatışmayanda qızdırıcı vasitələrdən uzaq saxlayın. Bu bir önəmlidir. Misal üçün, bunlar rütubətə meyildir. Meşələrdə, sıx meşələrdə formalaşdığına görə bunlar rütubət sevəndir. Şel xoşlayır. İkinci məsələ, əgər uzun müddətdir sizin bitkiniz gül açmırsa, burada deməli hansısa mikroelement çatışmamazlığı var. Mən inandırımsa ki, bitkiyə komfort yaratsaz, istədiyi yerdə, evdə yerləşdirsəz, mütəmadi gül aça bilər. Əgər gül açmırsa, mütləq gübrələr var, hansı ki, güllənməyə kömək edir, onlardan istifadə edə bilərsiniz.
Bir də bu bitki birbaşa günəş şüasını sevmir. Adətən pəncərədən 1 metr kənarda saxlamanız tövsiyə olunur. Günəş şüası yandırır onu, yanıqlar əmələ gətirir. Yay fəslində pəncərədən 1 metr kənarda qoyun. Qış fəslində əksinə daha pəncərəyə yaxın qoymanız tövsiyə olunur. Bu bitki o qədər faydalıdır ki, belə yataq otağında belə saxlamaq olar. Çünki bəzi bitkilər var ki, yataq otağında olmaz saxlamaq, müəyyən bir vaxtlarda toksit buraxırlar. Amma bu bitkidə o iştirak eləmədiyinə görə top 10-luqda birinci yer tutur. Dünyada dərman bitkisi kimi tanınan aloe veradan bəhs edək. Onun haqqında həm tarixdə, həm tibbdə, həm də kosmetologiyada maraqlı faktlar var. Qədim Misirdə aloe veranı ölümsüzlük bitkisi adlandırırdılar. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına səbəb olur. Ən çox üz və baş dərisi üçün maskalarda, həmçinin aloe şirəsini üz və boyun nahiyəsinə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəriniz yumşalacaq və qidalanacaq. Əlcəklərimi geyinmişəm İrfan bəy. İndi gülü əkmək növbəsi məndədir. Və dəyərli məlumatları vermək isə sizlikdir. Siz bilirsinizmi, ümumiyyətlə bitki əkənin ömrü daha uzun olur. Bunu mən yox, alimlər də evində siz bu günlərin bu gözəl gül əkəsiz. Ömrüm bir gün uzanacaq. Daha çox uzanır. Çünki deməli xüsusi bir maddə var, hansı ki insanı xoşbəxt edir. Əkinlə məşğul olan insanın ömrü statistikaya görə daha uzun olur. Ona görə bitki mütləq yetişdirmək lazımdır. Mütləq ölçü vahidinə görə göstərin, nə boyutda olmalıdır, hansı dipçəkdən hansını keçirməlidir. Biri digərindən böyükdür, baxın. Bəli. İkinci məsələ, keramzitdən istifadə edirik. Mütləq bir balaca da əlavə eləsək daha yaxşı olar. Bəli. Və sonra isə biz artıq substraktımızı tökəcəyik. Burada gübrəni də əlavə edirik. Bu qaydada həm əkin vaxtı, həm əkindən sonra istifadə olunur. Yetərlidir bu qədər çıxarım? Yetərlidir, bəli. İndi mən bunu necə çıxarım? Əyisiz qabı, mən sizə kömək eləyərəm bu qaydada. Əyirik qabı. Bəli, gördüyünüz kimi bu qaydada yavaşcana alt hissədən vururuq və köklər artıq sarıyıbdır. Görürsünüz, bitkimizin kök sistemi artıq bu qabda sarıyıb və qabını dəyişməyə ehtiyac görsənir. Ona görə bir balaca da bayaqki kimi dediyiniz kimi açıram Bəli, köklərini. kök sisteminə açsınız, sonra isə tam olaraq o hissəyə yerləşdirəsiniz. Aloe veranın bütün növləri dərman bitkisi kimi istifadə olunur, İrfan bəy, yoxsa? Xeyr, təbiətdə 400 mindən çox aloe vera növü var. Hətta. Amma ən faydalı növü aloe vera barbadensis növü sayılır. Deməli, barbadensis növündə 96% mikroelementlər var, hansı ki, xanımlar bu gün həm kosmetologiyada istifadə edir, həm də onkoloji xəstəlikdən əziyyət çəkən insanlar üçün faydalıdır. Dərman bitkisi. Bəli, dərman bitkisi. 1001 dərdin dərmanı, yəni yanıqlar, səpgilər hamısına qarşı istifadə olunur. Bizim əkdiyimiz də o siz dediyiniz. Bəli, barbadensis növüdür. Eyni zamanda bitkinin yaşı nə qədər çox olsa, o qədəm də daha effektiv yüksək olur. Yəni, tərkibində zənginliyi yüksək əldə edə bilərsiniz, o mikroelementləri. Ona görə çox adam aloe axtaranda gənc yox, daha 3, 5, 7 yaşlıqlara üstünlük verir. Çünki jülesin tərkibi daha zəngin olur. Adətən görünür ki, çiçək açır. Bəli, aloe vera. O nə vaxt olur bəzən? Onlar adətən yaz vaxtı formalaşan aloe növləri var ki, bəzi növlər mütəmadi çiçək açır. Amma el növü var ki, çiçək açmır. Məsələn, bu növü çiçək açmayan növ sayılır. Həftədə bəs neçə dəfə su verməliyik gülə? Ən gözəl sualdır. Ümumiyyətlə, yadda saxlayın, dəyərli tamaşaçılar. Əgər bitkinizin adını bildiniz, bilmədiniz, yarpaqlara toxunursunuzsa, qalındısa, deməli, tərkibi sudan ibarətdir. Suya sevən bitki sayılır. Buna adətən həftədə bir dəfə az miqdarda su verəsiniz. Çünki tərkibi sudan ibarətdir. Sukulent ailəsinə aid olduğuna görə suyu sevməz. Çox günəşin altında saxlamalıyıq, yoxsa kölgədə? Günəş altında qalan bitkidir, quruluğa meyillidir, amma çalışın yarı kölgə olsa daha yaxşıdır. Çünki günəş şüası yüksək olduğuna görə bəzi anlar yarpaqlarda yanıqlar əmələ gələ bilər. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında sevilən ifaçımız öz səsi və səhnə performansı ilə daim üzümüzü güldürən Niyam Salaminin biz evində qonağıq. Necəsiz Niyam bəy? Evimə xoş gəlmişsiniz. Allah sizə var eləsin. Hər kəsin evinə qonaq gəlsin. Ümumiyyətcə, qonaq yaxşı şeydir. Həm də bayram vaxtı gəlmişsiniz. Bilmişsiniz ki, Niyam Salami həyətdə, bacada güllə işinə məşğul olan. dedik ki, biz də gələk elə çəkək. üstünə düşmüşsünüz elə. Həmişə də siz gələsiniz. Çox sağ olun, təşəkkür edirik. Var olun ki, evinizin qapılarını bizim üzümüzə Ayıb olar, açdınız. ona deməkdir. Biz bilirik ki, Niyam bəy
Bir çox işləri sevdiyi kimi bitkiləri də çox sevir. Bəli, əlbəttə ki. Evinizdə bayaqdan biz gəzirik, çəkilişə başlamazdan öncə. Görürəm ki, müxtəlif növdə bitkiləriniz var. Əsas da bu üçünü çox bəyəndik. Düşündük ki, elə bu üçü haqqında birinci bir danışaq, daha sonra həyata Və keçirik. ümumiyyətcə elə güllər var ki, bilmək lazımdır. Onların əkilmə qaydası da başqadır. Baxılma qaydası da. Baxılma qaydası da başqadır. Misal üçün, bu ən sevdiyim evdə güllərdən biridir. Fil qulağı deyirlər bu gülə. Bunun adı Tradescansia gülüdür. Mənim üzümü güldürən bu güldür. Yəni, Rənginə görə yəni. Rənginə görə, bax görürsünüz, işıq düşür, axşam düşəndə buradan bax bu rənglər başqa bir çalar verir, fosforun kimi Çox göstərir, gözəldir, çox görür. gözəldir. Həm də tez artır. Biz aloe gülü demişik də hələ buna. Mən ona saç maskası düzəldirəm evdə. Evdə deyirlər ki, ən yaxşı apteklərdən biri elə məhz aloe veradır. Ha, gördünüz. Çünki dəridə yanıqlar, ekzemalar, ümumiyyətlə iltihab filan olanda da aloe veradan həm dərimizə istifadə edə bilir, həm də daxilədə. Və bir də aşağıda sizdə həyətdə çox gözəl güllər gördüm. İstəsəz həyətdə calaq da eləyərəm, baxarsınız. Bəh. Calağı da sevirsiniz onda belə Hər bir şey. tumurcuq calağı ümumiyyətcə çətindir. Hər adam tumurcuq calağını eləyə bilmir. Təbiəti sevdiyim üçün təbii şeyləri xoşlayıram yəni. Onda düşək təbiəti sevdiyinizə görə həyətə. Düşək, baş üstə. Gedək orada bir calaq Baş eləyin üstə, bizim baş üçün. üstə gedək. Gəldik həyətə. Yan Bəli, bəy, nə gəldik ağacının həyətə. yanındayıq? Biz bu limon ağacıdır. Calaq olunmayıb deyənə gətirmir. Ona görə də biz bunu gətirmədiyinə görə bax bu gün bunu calaq eləyirəm. İndi bu mandarindən mən elə bir yerindən Bu da gətirmir. bu gətirir. Bir balaca çubuqla indi elə eləyəcəz ki, o limon da yetişəcək. Bəli, hə? o indi bu mandarin gətirəcək. Mandarin burada. gətirəcək. Hə, limonda mandarin. İstədim izləyicilərimiz də görsün Yan bəy. Burada sizin gizli bir yuvanız var. Baba, baba. Bəh. Baba, baba. Sözlərinə. Vay Can, vay. nə gözəldilər. Bu gözəllik harda var? Sizin Hamımız gəlin sonra- həyətdə. Gəl bundan sonra Suraxanda yaşayın, gəlin bura. Baxın, əzizlərim, baxın. Demək bu meyvənin adına görə bunun nəsə sirri var, mən bilirəm. Çünki quş yemişanı deyirlər buna. Bunun o qədər sıx yarpaqları olur. Bura bax. Quş burada yuva qurub, baxın. İndi nə edirik Yan bəy? İndi bura qızılgül. Adi bu kol bitkisidir. Buradan qızıl gül çıxacaq. Bax, bunu düzəltdim, düzdür? Aha. Ən qəşəng qızılgül gətirin bura. Bax, bu qızılgül. Holland qızılgülüdür bu. Bax, bu qədər. Elə bir əməliyyat aparırıq. Hə, bax, əməliyyatdır sənə deyim. Ağac əməliyyatı. Bəli. Yenə də bunun bu hissəsini Eyni qaydada. eyni qaydada. Sizin bütün gizli qabiliyyətlərinizi yaxşısı budur açın. Hə, ona görə də mən ictimai kanala təşəkkür edirəm. Xeyirli olsun. Bu da bu. Düşərli olsun. Bu gülə ağac şəklində də olsa nə olar? Götürüb yəni ağac calaq eləmək olmaz. Ona görə də gülə gül calaq eləmək olar. Sayənizdə bu günləri mən də izləyicilər də çox maraqlı məlumatlar aldım. Mən də sizə təşəkkür edirəm ictimai kanalın bütün aparıcılarına, kameramanlarına, bütün kollektivinə. Can sağlığı arzu edirəm ki, nə yaxşı varsınız, Elə siz. nə yaxşı varsınız ki, gəlmişsiniz, bax belə şeyləri insanlara göstərmək lazımdır. Yəni qoy bilsinlər ki, müğənni tək səhnə üçün deyil. Peyğəmbər qılıncı və ya paşa qılıncı kimi tanınan, həddindən artıq dözümlü olan, havadakı zərərli toksinləri məhv edən möcüzəvi sansevieria bitkisindən danışaq. Bu bitki evə uğur gətirir deyirlər. Digər bitkilərdən fərqli olaraq qılınc gülü bitkisi fotosintez prosesini gecədə davam etdirərək karbon qazını oksigenə çevirir. Bu da onu yataq otaqları üçün mükəmməl edir. Biz kosmosda olmasaq da belə bu bitkini kosmos aparıblar.
NASA alimləri araşdırıb ki, bu bitkinin nə qədər faydası var. El arasında qılınc formasını görsəndiyinə görə Türk dünyasında buna Peyğəmbər qılıncı deyirlər. Hətta belə deyək, əli qılıncı da deyirlər. Müxtəlif ölkədə müxtəlif adı var. Nömrə 1 ən faydalı bitki, allergiyan qarşısını alan, toksinləri zərərləşdirən, hətta bu günlərin biz elə bilirik ki, kaktus şualaman qarşısını alan, şualaman qarşısını alan bu bitki sayılır. Bunu mən yox, alimlər deyir. Hətta bildiyim qədərilə sanseveriyanı yataq otağına qoymaq daha çox faydalıdır. Bir mənalı, bəli, yataq otağında, çünki həm toksinləri zərərləşdirir, həm də bu gördüyünüz estetik yarpaqları gecələr saat kimi işləyir. Yəni daha bol oksigen verir, gündüz yığır, axşam isə bol oksigen verir. Ona görə yataq otağında nömrə 1 bitkilərdən istifadə edə bilərsiniz. Qab tədricən düzdür, hamısına dəyişirsə, bunun qabı balaca olmalıdır. Nə qədər yeri balaca olsa, o qədər yandan balalar verəcək və daha çox formalaşacaq. Bax, bunu əziz tamaşaçılar çoxsu bilmirdilər. O haqda deyirəm ki, biləsiniz, məlumatınız olsun. Yenə də biz keramzitimizdən istifadə edəcəyik, alt hissəyə. Sonra substratımızdan istifadə edəcəyik. Bir də bu arada deyim ki, sizə çox maraqlı bir rəvayəti var. Yunan inancına görə, əgər siz bu bitkini alırsınızsa, balaca bir ölçüdə 1 metr keçirsə, siz yeni bir məkan, ev alasınız. Nadir hallarda bu gül açır. Əgər gül açırsa, deməli, xoş xəbər eşidəsiniz. Bunu mən yox, bir rəvayət olaraq inanclara görə inanırlar. Torfumuz, substratımızı əlavə edəcəyik. Substraktı əlavə etdim. Vitamine ehtiyac var? Bəli, bütün bitkilər necə qidalanırsa, gübrədən istifadə eləməliyik ki, bitkimiz gözəl formalaşsın, inkişafa doğru getsin. Amma su sevməyən bitki sayılır. Bu bitki çox suya meyilli deyil, qalın yarpaqlıdır, ölməyən bitkidir. Bunu çox su verib öldürə bilərsiniz. Yəni, əgər evinizdə bitki yoxsa, nədənsə başlamaq istəsə, o zaman ilk topluqda olan onluqda bax, bu bitkidən başlayın. Həm faydalıdır, həm də sizi yormaz. Bunların kökləri xırda olur. Hətta bunu artırmaq da çox asandır. Bir neçə üsul var artırmaq. Yarpağı kəsib adi suya qoya bilirsiniz, kök atır. Ya əksəz kök atır, ya da parçalasaz bir dənə zoğu götürüb başqa yerə əksəz, yandan yavaş-yavaş ballar çıxır. Necə asandır əkilmə faydası? O artırma üsulda asandır, amma faydası, yəni nömrə 1-də allergiya olan uşaqlar üçün faydalıdır. Hətta belə bir alimlər təzəliklə araşdırıb ki, bu bitki hansı evdə varsa, uşaq əgər yemək yemirsə, iştah açan bitki sayılır. Yəni, xüsusi maddələr ixrac edir. Misal üçün, bir belə ölçüdə bitki 22 kvadrat ərazini təmizləyir. Yeni hava, bəli, mütəmadi havanı təmizləyir, daha da yumuşaq edir və zərərli maddələri zərərləşdirir. Evinizdə, təbii ki, hər kəsin evində televizor da var, notebook da var, kompüter və s. Telefon, radiasiya olan şüalanma nədən gəlirsə, onun yanına qoymanız tövsiyə olunur. Evdə də yarı günəşli yerdə saxlanmalıdır. Kölgədə də qala bilər, günəşdə də qala bilər. Harada siz saxlaya bilərsiniz. Nə yaxşı, heç kaprizi yox imiş bu gülün. Bəli. Rüfan bəy, mənim özümə də maraqlıdır. Biz bildik ki, sanseveriyanı yataq otağına qoysaq fayda verəcək. Bəs yataq otağına qoymamalı olduğumuz bitkilər hansılardır? Var, siyahı var. Məsələn, elə bitkilər var ki, səhər saat 4-5 arası toksitlər buraxır. Hansı ki, yataq otağını bir mənalı olmaz yerləşdirmək. Biri, misal üçün, difenbaxiya bitkisidir ki, qəti yataq otağında yerləşdirmək olmaz. Biri Ficus benjamindir, olmaz yerləşdirmək. Ən gözəl onu zalda yerləşdirmək məsləhətdir. Yəni, ona bənzər bir 10-15 siyahıda adlar var ki, o bitkilər yataq otağında olmaz. Yataq otağında müəyyən bir bitki var. Nömrə 1 sanseveriyadır, krasuladır, palmareykadır, spatifilumdur və digər ona bənzər bitkilər yerləşdirmək olar. Bir də deyilənə görə kaktus evdə olması yaxşı deyil. İnanclara görə, bəzi inanclara görə həmin evdə, ailədə biraz münaqişələr olur. Bu nə dərəcədə doğrudur? Bilsiz, kaktus bitkisi gözəl görkəmə malik bitki sayılır, tikanlı olur, özünü müdafiə edən bitkidir. Amma sadəcə olaraq bitkinin məsələsi ondan ibarətdir ki, bəzi inanclara görə kaktusu deyilər evdə saxlamazlar, müsbət enerji alır, mənfi enerji verir. Bir inancda, amma digər inanclara görə əksinə mənfi enerji alır, gözdən, nəzərdən qoruyur. Burada inanc məsələsi böyük rol oynayır. Evdəki havanı zərərli toksinlərdən təmizləməkdə məşhur olan bir digər bitkimiz də klorofiliumdur. O, çox sadə qulluq tələb edir. Rüfan bəy, son olaraq klorofiliumla danışırıq. Nəyə görə biz bunu evdə əkməliyik? Klorofilium çox faydalı bitkidir. Bu arada maşallah artıq demək olar 3-cü bitkini siz əkərsiniz yenə də. Bitkilər ruhumuzun qidasıdır. Adətən
əsəbi insanlar üçün tövsiyə edirəm ki, evdə həm bitki saxlayın, həm də əkinlə məşğul olun. Bunu mən yox, psixoloqlar deyib ki, insan nə qədər bitkiçiliklə məşğuldur, əkinlə məşğuldursa, o zaman sakitləşir. Stresslər aradan qalxır. Qaldı ki, bu bitki haqqında danışım çox faydalı bitkilərdən biridir. Əvvəllər də farmasevtlər bunu harda saxlayardılar? Apteklərdə. Nə üçün saxlayardılar? Bu günlərində bəzi apteklərdə bu bitki qabağınıza çıxa bilər. Çünki bu bitki sizə qənaət baxış olmayan qoxuları canına çəkər, dərmanlarda qoxular var, yerinə bol oksigen verir. Bu bitkinin də faydası ondan ibarətdir və bu günlərim xanımlara tövsiyə edirəm, həm mətbəxdə saxlasın, həm də uşaq otağı üçün ən faydalı bitkidir. Uşaqlar üçün həm toksitləri zərərləşdirir, həm də gecə-gündüzü bərabərləşdirən bitki sayılır. Əkə bilərsiniz, bu indi xlorofitum ölməyən bitkidir. Bəli, drenaj tökdünüz. Susuz da qalsa bir ay ərzində öləsi bitki sayılmır. Baxmayaraq ki, yarpaqları incədir. Heç bir əziyyət tələb eləmir. Bəli, əziyyət tələb eləməyən, yormayan bitkidir və faydası haqqında da danışaq ki, düşəlməz. Yəni, yataq otağında, bəyəxlam xatlı dediyiniz kimi, hər bitkini saxlamaq olmaz. Amma bu bitki yataq otağında da tövsiyə olunur ki, uşaq yataq otağında böyük, hətta bunun yarpağını belə dişləsəz belə, heç bir toksit tərkibində yoxdur. Əksinə, toksitləri, havada olan zərərli maddələri zərərləşdirir, yerinə bol oksigen verir. Deyəsən, yavaş-yavaş mütəxəssis oluram. Maşallah. Gübrəni də verdim. Gübrəsini də verdiniz, əla. Sadəcə olaraq yenə dediyim kimi bitkilər xoşlayır ki, dibi quruyandan quruyana su verəsiniz. Bu qaydada əyin və elə qabdan çıxacaq, eyni ilə. Yəni bu qablaşdırma məsələsi odur ki, çox adam bizə sual verir ki, bəs bitkini hansı fəsildə dəyişək? Görsünüz kökləri qalındır. Nə gözəldir kökləri. İstəyirəm izləyicilərimiz də görsün. Əgər kök ağ rəngdədirsə, o deməli bitkinin sağlamlığının əlamətini göstərir. Nə gözəl. Onda bilsinlər ki, bəzənlər saralmalar, qaralmalar var. O çox suyla təmasda olan an baş verir. Amma belə ağappaq köklər bitkinin nə qədər sağlam olduğunu göstərir. Əla. Bir balaca yenə açırıq. Bir balaca açsın, sonra özləri formalaşır. Qaldı ki, bu arada deyim ki, əziz dəyərli tamaşaçılar, çox adam deyir ki, bitkiləri ya yazda, ya payızda yerini dəyişmək olar. Xeyr, innovasiya dövrüdür. Əgər dipçəkdədirsə bitkiləriniz, ev və çöl bitkiləri, nə vaxt istəsiz əkə bilərsiniz. Bir də görürsünüz, biz yayın cırramasında böyük bir layihə olub, park sallıq. Və bizə deyirlər ki, necə ola bilər, əsas yaz payız ərəfəsindəki laxı güllər, ağaçlar. Deyirəm, xeyr, o vaxtların dələ vaxtı dipçək yox idi. Hamı yerdən çıxardıb, digər yerə əkərdilər. Amma bir məhsul ki, dipçəkdə formalaşırsa, o fəsildən asılı olmayaraq aktiv olur və istədiyiniz zaman əkə bilərsiniz. Sadəcə o yay fəsilində bitkiləri birbaşa gün altında əkmək olmaz, çünki torpaq isinir, kök sistemində yanıqlar əmələ gələ bilər. Günəş olmayan zaman, ya gün çıxmadan öncə əkməyiniz tövsiyə olunur. Nə gözəl. Bir də bu gübrəni biz verdik əsasən orta hissəyə. Bəli. Tutalım, deyək ki, mənim gülüm var, amma yəni ona gübrə verməmişəm. Üzərindən tökə bilərəmmi torpağı? Təbii ki, bu gübrə elə bir gübrədir ki, universal bir gübrədir. Əkin vaxtı da istifadə eləmək olur. Əkindən sonra da, məsələn, adam belə deyək də, kimsə evində bir böyük bitki var və onu çıxardıb təzədən torpağa qatıb ehtiyac yoxdur. Üzərinə səpsiz, su dəyən zaman başlayır işini görməyə. Bitki nə istəyirsə onu çəkir. Bəli, torpağa qarışan zaman onu o prosesdə iştirak edir. Hətta bu tək ev bitkilərini yox, bütün bitkilərə, çöldəki bitkilərə də şamilliyi var ki, elə bir ağıllı gübrədir ki, niyə bunu ağıllı gübrə deyirlər? Deməli, 12 dərəcədən aşağı düşəndə iqlim, su versəz də belə yağış yağsa, qar yağsa funksiyasını yerinə yetirmir. Xüsusi üzərində qoruyucu var. Ha vaxt ki, normal havada, ya ev şəraitində, ya çöl şəraitində su dəyən zaman başlayır qidalandırmağa. Nə gözəl, onda ağıllı gübrə deyib bizim izləyicilərimiz də ala bilərlər. Bəli, bir belə bitki 30 kvadrat ərazinin havasını təmizləyir, həm də otaqda nə qədər zərər verici toksitlər varsa, hamısını məhv eləyir. 24 saat oksigen verir bitkilərdən biri sayılır. Ona görə, əziz izləyicilərimiz, siz də xlorofilli əkə bilərsiniz, çünki faydası həddindən artıq çoxdur. Tamamilə doğrudur. Hətta xanımlara tövsiyə edirəm ki, bunu mətbəxdə saxlayın. Mətbəxdə bəzənlər qoxular var, hansı ki, xoşa gəlməz olur. Bu bitki onu təmizləyir, yerinə oksigen verir, təzə hava verir. Bu günlər Rüfan bəy, yaxşısı budur da 4 evdə məsləhət bildiyimiz ən yaxşı bitkilərdən danışdıq. Bəli. Son olaraq söz sizindir.
Maşallah, həqiqətən də əllərinizə sağlıq, qəşəng əkdik. Bu bitkilər həqiqətən də faydalıdır və unutmayın, ruhumuzun qidası bitkilər, yaşıllıqlar, güllər, çiçəklərdir. Və sonunda demək istəyirəm, əziz tamaşaçılar, bitkilərinizi sevin ki, sizi sevsin, sevindirsin. Təşəkkür edirəm. Yaxşısı budur, bitkiləri sevək. Artıq bildik ki, evinizin abu-havasını dəyişəcək, təravətləndirəcək və uğur gətirəcək bitkilər hansılardır? Yaxşısı budur, mütəxəssislərimizin dediklərini göz ardına vurmayasınız. Həmin bitkilərdən siz də öz evinizdə istifadə edəsiniz. Gələn həftə yenidən görüşənədək. Hələlik.